Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Risalələrin Baxsası kitabında 32-ci bölümün axırıncı hədisini götürmüşdük. İkinci səfər Əbu Hüreyrədən gələn hədisdə Nəbi sallallahu əleyhi və səlləm demişdi ki, beşikdə 3 kəs danışıbdır. Onları zikr edərkən bildirmişdi ki, Məryəm oğlu İsa'dır, Cüreycdir və anasından o süd əmən uşaqdır. Yəni bu 3 kəs hədisi, uzun hədisi oxumuşduq yenə səfər və şərhi oxuduqda İsa əleyhissalam barəsində məlumatlandıq, necə danışıb, nə olub vəziyyət. İkinci isə sahibi Cüreyc. O Cüreyc bir ibadət edən kişi olub. İnsanlardan ayrılardı, yəni ozla edərdi, karışmazdı insanlara. Eğer qul görsə ki, insanlara qarışmaq onun üçün şərtdirsə də, onda azl eləməsi, əl-uzla eləməsi onun üçün daha xeyirlidir. Eğer insanlara qarışdıqda görürsən ki, şər var, neyinsən, ozun təhcə ibadət edirsən, ibadət üçün ayrılırsan. Amma yox, qarışmaqda şər yoxdursa da, insanlara qarışmaq daha əfsəldir. Qarışmaq daha əfsəldir. Nəbi sallallahu əleyhi və səlləm deyirdi ki, "El-mu'minul-lezî yuxalitun nâse və yasbiru alə ədahum xeyrun minel-mu'minil-lezî la yuxalituhum və la yasbiru alə ədahum." Hədis İbn Məcədə səhih olaraq gəlmişdi. Şeyx Əlbani də Səhih Cəmidə hədisə səhih demişdi. Nə deyir hədis? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mömin insanlara qarışır və insanlara qarışıb, onların əziyyətinə səbr edən mömin onlara qarışmayıb və onların əziyyətindən səbr eləməyən mömindən daha xeyirlidir. Yəni bir mömin qarışır insanların içinə, onların əziyyət gəlir, o əziyyətə səbr edir. Bu, insanlara qarışmayıb və onlardan gələn əziyyəti səbr eləməyən mömindən nədir? Daha xeyirlidir. Lakin qarışıqlıqda zərər varsa sənə, yəni sənin dininə zərər varsa da, bu halda lazımdır ki, nə demək? Aralaşmaq insanlardan. Yəni dinini götür çəkir qarağa yəni. Bilsən də insanları, bu ən çoxuna vaxt olur, o cahilləriniz də qarşında belə şeylər olur. İnsan görsən zəifləyir. İman o qədər zəifləyir ki, görürsən ki, qarışmaqda bir xeyir yoxdur. Harada xeyir var, oraya getkirən. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki, başqa bir hədisdə deyir ki, "Yuşaku en yekuna xeyrul malil racul ganamun." Yəni yettabi'u biha şa'ful cibal və mawaqi'ul qatar. Demək, bir kişinin az qalır ki, bir kişinin ən xeyirli malı qoyundur, belə deyək. Yəni ən xeyirli mal qoyundur. Onu götürür və gedir hara? Dağlara çəkilir. Dağlara çəkilir, şəhərlərin kənarlarına çəkilir. Yəni dinini götürüb fitnədən qaçır, fitnələrdən qaçır mənasındadır. Cüreyc də insanlardan uzaq durardı və onun bir dənə ibadət yeri var idi. Yəni orada Allaha ibadət edərdi. Elə bir məkan idi. Palçıqdan tikmişdi onu, belə idi. Torpaqdan tikmişdi onu. Orada ibadət edirdi. Və bir gün anası gəlir, o namaz qıldığı vaxtı onu çağırır. O da öz nəfsində deyir ki, ey Rəbbim, anam mı, namazım mı? Fikirləşir. Yəni anama cavab verimmi, yoxsa namazımı kəsimmi? Yoxsa namazımı kəsimmi? Və namazında davam etdi olur. Fəmada fi salatihi və namazını neyir? Bitirir. Və ikinci bir səfər gəlir, anası onu çağıranda, birincidən başqa olaraq, gənə həmin birinci dediyi kimi sözü deyir. Sonra namazını davam edir. Üçüncü səfər anası gəlib onu çağıranda, gənə ikinci də dediyi kimi deyir, namazını davam edir və anası qəzəbləndir ona. Anası ona qəzəbləndir, deyir ki, Allahım, onu öldürmə, hətta zinəkar qadınların üzünü görməyincə. Bədduadır bu da. Yəni zinəkar qadınların üzünü görməyincə onu öldürməkdir, Allah qorusun.
Yəni insan zinakar qadınlara baxdıqda fitnəyə düşür. Həqiqətən elədir. Yəni ki, Əuzübillah çox özlərini şey yaparlar, çox fitnəyə salandılar. Yəni bir kişi qadına baxması fitnədir. Allah qorusun. Bəs zinakara baxması necə? O şey dəyişir, Əuzübillah. Yəni, bunun fitnəsi daha şiddətlidir. Li'annahu yanzuru ileyha ala annaha tumakkinuhu min nefsiha. Yəni ona baxır çünki zinakar qadın fərq qoymur. Yəni hamını özündə şərait yaradır ki, hamına yaxınlıq eləsin. Yəni, o şiddətli bir şeydir də, Əuzübillah. Və fitnəyə düşür. Və anası ona bu bədduanı edir. Bu cümlədən, bu hədisdə olan cümlədən götürülən fayda odur ki, həqiqətən valideyn də bir insanı, yəni səni çağırarsa da, sən namazdasansa, sənə vacibdir ki, ona cavab verəsən, amma bir şərtlə ki, həmin namaz fərz namazı olmasın. Bir şərtlə ki, fərz namazı olmasın. Əgər fərz isə də, onda sən ona cavab vermirsən. Əgər nafilə namazdırsa da, sən ona cavab verirsən. Yalnız o hansı hallar istisna ola bilər? Yəni, onların işlərini təqdir eləmək hesabatını bilən, əgər belə deyək də, hətta nafilə namazda belə bilsən ki, səni namazda çağırsalar, sən nafilə namazdasansa və sənə üzr gətirəcəklər, bilmirlər də sən namazdasan, sən namazını davam eləsən və bilsən ki, onlar bilsələr ki, sən namazdasan, sənə üzr gətirəcəklər, burada neyinsən? Burada namazını davam edirsən. Yəni sən onlara namazdasan, Allah Ekber deyirsən, Subhanallah nəsə deyirsən ki, namazdayam. Onlar da sana buna görə üzr gətirəcəklər. Bu halda namazını davam etsən. Yaxşı. Amma yox, bilsən ki, demək, sən bunu bilsən ki, sənin bu iki valideynin ata, ana, onlarda yəni bu şeyə diqqət vardır. Sənə üzr gətirəcəklər, sən onlara cavab verməsən, namazdakən sənə üzr gətirəcəklər. Yaxşı, bu halda namazını davam edir. Necə ki deyim? Məsələn, İdə cəəkə əbuk və əntə tusalli sünnətəl fəcr. Məsələn, atan gəlib, sən də sübün sünnəsini qılırsan. Deyir, filan kəs, sən də namazdasın. Əgər atan həqiqətən doğru kişidirsə də, möhkəm kişidirsə də sənə üzr gətirəcəkdir. Sən neyinə? Səs çıxart. Subhanallah deyir, səsini qaldır, Quran oxuyarkən səs çıxart, dua eləkən, zikr elə, səslə, hətta sənə o üzr gətirsin. Amma kəslər ki, üzr gətirmirlər sənə və istəyirlər ki, sən onların sözünü qabağa çəkəsən, onda bu nafilə namazı kəskinə, onlarla danış. Bu məsələ atana dediyin kimi anana da aiddir. Amma fərzə isə onu kəsmirsən. Yəni bir nəfərə görə də onu kəsmirsən, yalnız zəruri bir halda ola bilər. Məsələn, görürsən bir kəs, qorxursan ki, həlakə düşər, quyuya düşər, dənizə düşər, oda düşər. Bu halda sən zəruriyyət olaraq namazını kəsirsən. Amma bundan başqa sənə caiz deyil ki, fərz namazını neyinsən, kəsəsən. Həmçinin bu yerdən götürülən faydalardan biri odur ki, valideynin duası əgər haqlıdırsa da bu cavab verilməyə daha şeyi var, ehtimalı var. Yəni ki, onun duasına cavab verilmək ehtimalı çoxdur. Valideynin duası, öz evladına olan duası əgər haqla edirsə də, bu halda Allah Subhanahu taala ona cavab vermə ehtimalı çoxdur, yəni duasına. Ona görə sənə lazımdır ki, sən həris olasan, çox şiddətli hərisliklə valideynin duasından, bədduasından çəkinəsin. Hətta öz nəfsini bu yerə qoymayasan, birdən Allah onların duasını qəbul edər, sən də ucuzanlardan olarsın. Bu hədisdə həmçinin nəyə dəlil vardır? أن الشفقة التي أودعها الله في الوالدين قد يوجد ما يرفع في هذه الشفقة. Yəni Allah Subhanahu taala valideynlərə nə qoyubdur? Şəfqət qoyubdur. Yəni lazımdır ki, insan onlara şəfqət etsin. Yəni bu dəvət, məsələn, bu qadın
لأن هذا دعوة من هذا المرأة azim, yani öz oğluna ettiği dua büyük bir duaydı. Yani ki zinakarların üzünü görsün. Yani öz evladına bunu da eləmişdi ki, hətta ölməyəli kimi zinakar qadınların üzünü görsün. Bunun lakin şiddətli qəzabdan demişdi, Allah korusun. Buna baxmayaraq onun duası qəbul olunur. Ona görə ehtiyatlı olmaq lazım. Qabaqda necə zikr elədi ki, onun anası onu 3 dəfə çağırır, o da namazda olur, namazına üst tutur. Anası isə nə edir? Onu çağırıb sonra çıxıb gedir. Sonra ona üçüncüdən sonra bəddua edir. Deyir ki, o zinakar qadınların üzünü görməmiş, onu öldürməklə, ya Allahım. Fətəkəlləmə fihi Bənu İsrail və fi ibadətihi. Bənu İsrail onun ibadəti barəsində danışırdılar. O belə ibadət edir, belə abiddir. Buna şey deyirdilər də, yəni yaxşı mənada yox da, belə deyək. Paxıllıq mənasında, yəni, deyirlər. Və onlardan da biri, həmin o Bənu İsraildən bir dənə qadın, deyir ki, mən sizə kifayət olaram, istəsəniz onu fitniyə salaram. Zinakar qadın. Yahudilərdə elə də qadınlar, yəni, ürəklər açıqdır, əl uzadan əlini qaytarmır. Bunların arasında biri belə bir söz deyir. Bunun qissəsindən nə faydalar götürülür? Qabaqda keçən faydalardan başqa. Əndəl insana İdə təarrafə ilə Allah Teala firraxa arafəhu fi şiddə. İnsan yaxşı vəziyyətində Allahı tanıyarsa da, Allah da onun şiddətli vəziyyətində, halında tanıyar onu. Bu kişi Allaha ibadət edirdi, abid idi. Bu böyük şiddətə düşdükdə Allah Teala onu buradan xilas edir. Ləmmə cə ileyhi həuləl-ləzinə kədu ləhu hədəl keydil azim. O vaxt o Bəni İsraildən onun yanına gəlirlər. Hansı ki, böyük bir hilə qurmuşdular ona. Bu zinakar qadın gəlir Cüreycin yanına ki, bunu fitniyə salsın. Lakin o Cüreyc çönüb heç baxmırdı ona. Təsəvvür etsən, çönüb ona baxmırdı. Və həmin vaxtı bir çoban öz qoyunlarını otarırdı. Gəlir öz yerinə girir, da çoban haradakı qalır, o yerə girir. Həmin zinakar qadın da gəlir o çobanın yanına, çoban ondan zina edir. Yəni fitnədir da, girir yanına, özünü ərz edir, ondan zina edir. Allah qorusun. Və həmin çobandan hamilə qalır. Sonra deyirlər ki, bu uşaq Cüreyc'indi, zinadan doğulubdur, zina edibdir Cüreyc'dən. Cüreyc bu zina edibdir, bu doğulubdur bu uşaq. Yəni onu böyük bir fahişəlikdə nədir, ittiham edirlər. Gəlirlər, onu vururlar, onu həmin o sum'asından, sum'anə o ibadət yerindən çıxardırlar, hansı ki özü üçün oranı uçurdular və ona deyirlər ki, o da onlardan uşağı tələb edir. فَطَلَبَ مِنْهُمْ أَنْ يَأْتُوا بِالْغُلَامِ الَّذِي مِنَ الرَّعِي. Yəni çobandan olan uşağı tələb edir. O elə ki uşağı gətirirlər onun yanına, uşağın qarnına belə vurur əlini, görək. Deyir ki, atan kimdir? Təbii ki, ondan qabaq ki, namaz qılır. Namaz qılır və gəlir. Allah ibadətindən qulur da, yəni zinakar qadın gəlir, çönüb baxmır ona. Yəni ki, ondan təsirlənmir, yəni. Gəlir uşağı, əlini bir uşağın qarnına vurur, deyir ki, atan kimdir? Uşaq da bələkdədir. Bələkdəki uşaq danışır. Adətən danışmır da, bu adətdən kənar olan bir şeydir, yəni. O da deyir ki, atam falan kəsdir, yəni çobandır. Atam deyir falan kəsdir, yəni çobandır. Və həmin o Bəni İsrail, o Cüreyci üstünə gedirlər, onu öpürlər, əllərini ona çəkirlər, ona deyirlər ki, istəyirsənsə sənə qızıldan ibadət otağı tikək. Çünki onların o ibadət otağını zulmdan uçurtmuşdular. O deyir ki, yox, nətər var deyir, palçıqdan deyir, qaytarır, elə tikin. Və onlar onu qaytarıb tikirlər. Yəni, bu qissədə nə var? Bu uşaq danışır. Nədə? Bələkdə, beşikdə danışır ki, onun atası o çobandır. Bəzi alimlər dəlil olaraq gətirirlər ki, bu hədis ki, zinakar uşaq, yəni zina edən uşağı yəlhaqu bizzəni.
Yəni zinadan olan uşaq zina edənə nə edir? Çatır. Yəni məsəl üçün bu həmin o çoban zina eləmişdi. Uşaq dünyaya gəldi, zina ilə olmuşdu uşaq. Və uşaq dedi ki, atam çobandır. Zina əmələ gəlsə də belə alimlər deyir ki, bu hədisə görə əgər zinadan bir uşaq əmələ gəlibsə, nisbət olunur kimdən ki əmələ gəlib ona. Onu dəlil olaraq gətirirlər. Çünki görək ona sual verəndə o dedi ki, atam çobandır. Peyğəmbər s.ə.v bunu ibrət olaraq qissə edir, danışır. فإذا لم ينازع الزاني في الولد واستلحق الولد فإنه يلحقه ولهذا ذهب طائفة يسير من أهل العلم. Yaxşı. Əgər zinakar şey eləməsə, bunun sporunu aparmasa, çayığı mənim deyir, odur, budur, sporunu aparmasa ona nisbət olunur. Yəni, bir qrup alimlərdən bunu demişdilər. Elm əhlindən az bir tayfa. Amma çox elm əhli deyirlər ki, zinadan olan uşaq zinakara nisbət olunmur. Peyğəmbər s.ə.v deyir ki, Əl-vələdu lil-firaş və lil-ahiri əl-hacar. Deyir ki, uşaq firaş nədir? Yəni anasına nisbət olunur. Kimin yatağındasa zinakar da daşqalaq olunur. Deyilifdir. Hədis Buxarıdadır. Lakin o alimlər ki, deyirlər ki, o həmin kəsə nisbət olunur. Deyirlər ki, hədə idə kənə ləhu münazi' kə sahibil firaş fə innəl vələdə li sahibil firaş və əmmə idə ləm yəkun ləhu münazi' və istəlhaqəhu fə innəhu yəlhəquhu liənnəhu vələduhu qadaran fə innə hədəl vələd ilə şəkk ənəhu xuluqə min məyzəni fə hu vələduhu qadaran. Nə deyirlər? Deyirlər ki, əgər həmin zinakar boyun qaçırtmırsa, şey eləmirsə də, onda o yataq sahibi kimidir? Yəni, həmin uşaq o yataq sahibi kimidir? Deyir, sahibi firaş. Amma boyun qaçırası olsa, daha doğrusu boyun qaçırtmasa, daha doğrusu özürlü sayın, zinakar boyun qaçırtsa, deyək ki, bir zinakar kişi, zinakar qadın, bir qadından zina edibdir. Sonra qadın hamilə qalıbdır. Əgər qadına hamilə qalıbsa da, zina edən kəs boyun qaçırırsa da, o uşaq kimin ki yatağında, yəni kimin ki arvadından olubsa da, o uşaq həmin kişiyə sayılır. Zinakar boyun qaçırırsa da. Çünki sənin yatağındadır, yəni o da deyilən şey də düzgün deyil, o bizə boyun qaçırır. Amma yox, boyun qaçırtmasa, onda həmin o zinakara sayılır uşaq. Boyun qaçsa nə olur? Kimin ki yatağında zina edib, o uşaq o kişiyə sayılır. Yəni yatağında zina olunan kişiyə sayılır. Zinakar boyun qaçırtsa, yox, boyun qaçırtmasa, bu halda nədir? Qədərən, çünki onun spermasından əmələ gəlibdir, qədərən onun uşağıdır. Yaxşı. Qalu və hədə əvlə min du'ay nəsəbi hədəl vəl. Yəni bu uşağın nəslinin itməsindən cəhətdən bu daha məsləhətlidir və daha üstündür. Çünki onun atası olmasa nəsli itmiş olur uşağın, bilinməyəcək kimdir, hardan gəlibdir. Ancaq anasına nisbət olunacaqdır. Bu hədisdə həmçinin dəlil vardır ki, bir kişinin səbirinə, dəlilin aləs sabr hədər rəculən. Bu kişinin dəlilinə səbir var. Kimin? Görək. Döyürlər, ibadət yerini uçurdurlar, şey deyirlər. Yəni, öz nəfsinə görə intiqam almır. Yəni, onlara demir ki, mən uçurduqsuz mənim ibadətlərim yeri. Deyim, siz qızıldan eyli. Məsəl üçün, onu da demir. Yəni, öz nəfsinə görə nədir? İntiqam almır. Yəni, deyək ki, nə tərbar edilənci qaytarın, torpaqdan, palçıqdan tikilmişdir, qaytarın, palçıqdan da tikin. Onlar da onu palçıqdan tikirlər. Amma üçüncü beşikdə danışan uşaq isə, o uşaqdır ki, anası ona süd verərkən bir kişi atın üstündə gözəl bir halda atın üstündə gedir. Gedəndə bu qövmün böyüklərindən sayılır və ən şərəflilərindən sayılır. Anası deyir ki, uşağın anası deyir ki, Allahım, oğlumu bunun kimi elə gələn. Görür ki, qəşəy atda boylu, buxunlu, qövmün şərəflisi sayılır. Uşaq da anasının südü buraxır, süd əmməyi buraxır və anasına tərəf baxır. Bu kişiyə baxdıqdan sonra anasına baxır, deyir ki, Allahım, mənim bunu kimi eləmək gələn. Peyğəmbər s.ə.v barmağını
belə deyir, göstərərək bildirir ki, bu şahadət barmağını uşaq nətər süd əmir. Deyib, buraxır, baxır ona, sonra anasına baxır, deyir. Söz gəldi təzəndən nə edir? Başlayır süd əmməyə. Peyğəmbər s.ə.v bu süd əmər uşaq barəsində hekayə edir və dediyimiz kimi barmağını bu formada göstərir. Deyir ki, Allah məni bu kəs kimi etməginə. Sonra bir qadın gətirirlər, cariyəni gətirirlər. Bir qadındır, onu vururlar və deyirlər ki, bu zinə edibdir, bu oğurluq edibdir. O da deyir ki, hasbunallah və ni'məl vəkil. Allah bizə kifayətdir, o gözəl bir vəkildir. Ne gözəl vəkildir. Həmin uşağın anası deyir ki, Allahım, oğlumu bunun kimi eləməklə. Yəni, zahirdə sanki o qadın zinə edib, vururlar, camaat edir, sanki oğurluq edib və anası onu görəndə qorxur, deyir, oğlum bunun kimi eləməklə. Uşaq yenə anasının döşünü buraxır ağzından və baxır o qadına və deyir ki, Allahım, mənim bunu kimi eləginə. Və anası başlayır uşaqla danışmağa. Və uşaq anasından danışır. Anasından danışır. Anası deyir ki, və falan kəs keçdiyi gözəl geyimdə, keçimdə idi. Sən dedim, Allahım, oğlumu bunun kimi elə. Sən dedin ki, Allahım, mən onun kimi eləməginə. Bu nə idi? Uşaq deyir ki, bəli, bu kişi çox cəbbar və anid bir kişi idi. Cəbbar insanlara zulm edən də, təkəbbürlü, çaxana. Allah'tan istedim ki, məni onun kimi eləməsin. Amma o qadın isə, onlar deyirlər ki, zinə edib və oğurluq edibdir. O qadın deyirdi ki, Allah ən gözəl, həsbiyallah və ni'məl vəkil. Allah mənə kifayətdir, o gözəl vəkildir. Və dedim ki, Allah məni onun kimi elə gələn. Yəni, o qadın zinadan təmiz idi. Oğurluq eləməmişdir. Yəni, onun işini o neynədi? Allah'a bıraxdı. Yəni, ittiham olmuşsa, Allah'a bıraxıram işi, yəni. O sözü deməklə. Bu ayə, bu da Allah Taala'nın ayələrindən bir ayədir ki, bu uşaq onu hiss edir və baxır ona, fikirləşir. Və indəhu şey minəl elm. Yəni həmin uşaqda elmdən nəsə olur. Yəni elmdən nəsə olur, onu bilir. Allah Taala nədir? Onu ona verir. Yəqul hədə kənə cəbbaran anidan. O kişi barəsində deyir ki, bu çox cəbbar və anid bir kişidir. Bunu deyən hansı halda deyir? Bələkdə deyir bu sözü. Uşaq beşikdə deyir bu sözü. Bu qadın isə deyəndə ki, uşaq deyəndə ki, Allah məni bu qadın kimi elə gələn, yəni təmizdir, yəni pakdır, həmin o ittihamlardan. Bilirdi ki, məzlumdur və bilirdi ki, o töhmətlərdən nədir? İttihamlardan uzaqdır. Və öz işini Allaha həval edir. Bu da Allahın ayələrindən bir ayədir. Və bu uşaqda bir elm var idi. Vəl-hasil, buradan hasil olan odur ki, Allah Subhanahu Taala hər şeyə qadirdir. Fəqad yahsulu minəl umurul muxalafatu lil-adati ma yakunu ayatan min ayatihi. Allahın ayələrindən bir ayə olaraq, adətdən kənar olaraq elə bir işlər Allah Taala yaradır ki, yəni adətdən kənar olaraq hasil olur bu şeylər. Bu da Allahın ayələrindən bir ayədir. Bununla öz Rasuluna kömək edir və əvliyalarından istədiyinə birinə nədir? Bununla kömək edir Allah Subhanahu Taala. Gələn səfər 33-cü bölümə başlayacaq. Allah Taala'dan istəyirəm ki, bizlərə faydalardan etsin.